Sosial şəbəkələrdə yayılan görüntülərdə bir kişinin ayaq üstə durduğu zaman anidən yerə doğru yox olduğu görünür. Hadisə ani şəkildə baş verir və izləyici üçün aydın olmur ki, bu qapaqsız bir quyuya düşmə hadisəsidir, yoxsa asfaltın gözlənilmədən çökməsi nəticəsində yerə batmadı. Vizual qeyri-müəyyənlik hadisənin səbəbi barədə dəqiq nəticə çıxarmağa imkan vermir, lakin görüntü qəfil və təhlükəli bir infrastruktur probleminin olduğu ehtimalını göstərir. Dünən axşam saatlarında Baksol adlanan ərazidə bir nəfər kanalizasiya kollektoruna düşüb. Hazırda axtarışlar davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin bədbəxt hadisə ilə bağlı yaydığı məlumatda deyilir ki, 112 qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub, deyə Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib. Biz hadisə yerinə çatanda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin bölgədə axtarış işlərinə həyata keçirdiyini müşahidə etdik. Əldə etdiyimiz məlumata görə sözü gedən şəxs Cümşüd Cümşüdlüdür. Hadisənin baş verdiyi ərazidə sakinlərdən əldə etdiyimiz məlumata görə həmin şəxsin dayandığı ərazidə asfaltın çökməsi səbəbindən kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur. Baş vermiş faciə ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən verilən məlumatda, dünən axşam saatlarında bir nəfərin Baksol adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyünün ehtimal olunduğu və axtarışların davam etdiyi deyilib. Nərminə Kamalova, Əsgər İbrahimli, APA TV.